Oy. Tak, demek geçen hafta nasıl if mif geçiş, öyle mi? Action. Action, ayak. Muamele. Haralardasın action. Çattıranmadım benim cəmiyə Bakını. Yaxşı. O boyda birin günün var idi sen. Çattıramadın. 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 JavaScript 05 A nokta tamam. Budur. Kimdi bu? Şamaxıyla Natik müəllim. Şamaxı. Tak, Natik müəllim. Natik. Ay Şamaxı. Şamaxı. Yok. Yes. Natik. Yani Şamaxı. Allah. Dingara tam. Neyse. Onlara uşaqlıqda mama deməmişdik ki, məclisə girəndə salam vermək lazım. Bu boyda olublar. Bezpantowy. Hə. Tak, deməli. Keçən dəfə biz danışmışdıq iflərdən. Yes. İndi gəlin bir dənə də iş görək. Hemen böyle bir şey istiyorum. Tutalım ki bizim burada bir tane inputumuz olsun. Geçen defa bunu öğrenmiştik. Burasında bir tane ne bileyim placeholder olsun. Burasında yazılsın ki alın nedir? Burası sözü part. Ondan sonra burada olsun bir tane button. Button üstüne yazılsın. Okey. Burada yazılsın H1. H1'in tutalım ki içinde olsun ID message. Mesaj. Ding. Deməli mən siz nə istəyirəm? Bilmirsiniz. İndi sizə izah edəcəm. Tak. Mən istəyirəm ki biz misal üçün bir dənə dəyişənimiz olsun. Saat. Saat neçədir indi? Saat 19 neçə dərəcədir? Tamam. 19. Evet. Ben istəyirəm ki, əgər saat belə səhər saatıdırsa, misal üçün 6-dan tutalım ki 12'ye kimi. O desin, OK basanda salam aleyküm, sabahın xeyir filan kəs. Əgər ki saat misal üçün gün orta saat 12 ilə nə bilim axşam saat 6'ya kimidirsə 5 daxil, desin ki gün ortan xeyir ya ki hər vaxtın xeyir filan kəs. Əgər saatımız axşam saat 6-dan axşam saat nə bilim 12'ya kimidirsə 11'e kimidirsə desin bizə axşamın xeyir filan kəs. Və əgər gecə saatıdırsa ya 00'dan etibarən ta səhər saat 5'e kimi bize desin ki gecen xeyrə qalsın filan kəs. Bəli. Böyle bir şey istəyirəm. Neyle? Ne? Yine gizlice danışırsan hem çekik.
Adını array otur yerinde array geçmişik biz. If geçmişik. If ne verilmeye lazım? Tak. Deməli, əvvəlcə bizim aktiv elementlərin konstantlarını təmin etmək lazımdır. Demişik ki, bizim ID'si ad olan bir dənə inputumuz var. Ad olan input var. Və ondan sonra mesaj olan bizim bir dənə də H1 elementimiz var. Qəşəng. Ondan sonra da deyirik ki, button'ın üstüne basanda işin görülmesini isteyirik. On click mesela için salam ver funksiyamız olsun. Burada gelirik ve deyirik ki function salam ver. Ver bir salam. Так, şimdi bu fonksiyon inecek. Bu fonksiyon mesaj adlı kutunun içine yazacak. Neyse, virgül filan kes. Bu filan kes əvəzinə bize gelecek adın value'su. Burasının əvəzinə ise gelecek hansıysa salamlaşma hesabı. Yani hitap. Yok. Yani salam. Tutalım. Okey mi? Yani böyle bir değişenimiz olmalıdır. Hansı ki saatten asılı olarak öz kıymetlerini gösterecek. Yani buraya sırf eğer bizim saat değişenimiz. Ha bak burada uca geldik. Selamünaleyküm. Burada uca geldik. Selamünaleyküm. Geldik çattık. Hadi. Ses çıkar bunlardan. Ama sesin çıkmıyor. Hiç olmasa burada bak ne var? Burada var chat. Gelmişsen chatın içerisinde ya salam. Ben mikrofonum, ne bileyim neyim, zırtım pırtım hiçbir şeyim hıyarım. Ne yazıyor? Set problemine göre biraz geç gisulabilirim. Müəllim səsi aça bilmirəm. Bu salonda niye yaşayırsan? Səsi aça bilmirəm, dərsə gələ bilmirəm. Qulaqsın bura. Söz söhbət eləyəcəksiniz. Ərreymiş. Başqa ərrey boyda daş tutsun. Deməli, bizdə hal-hazırda durum nədir? Durumumuz ondan ibarətdir ki, bizim saatlarımız var. Səhər saat 6, ondan sonra günorta saat 12, ondan sonra akşam saat 7, yok 7 neydi? 18 ve ne bileyim gece saat ne bileyim 24. 24 olmuş. 23 olur. 00 olur. Okey mi? Neyse 24 yazar. Düzdür mü? Ve indi burada bizim həmin o aralıqlarımız mövcuddur. Yani 6'dan 12'ye sabahınız xeyir olan şey. Ondan sonra tutalım ki yok, bunu sarı ilə edək. Səhər, gün təzə çıxır. Ondan sonra 12'den 18'e bu gün orta xeyir olur. Tamam. Ondan sonra ne bileyim 18'den 24'e bu ne bileyim akşamın xeyir olur.
Və nəhayət 24-dən 6-ya. Bu nə bilim, gecən xeyrə qalsın olur. Düzdürmü? Tamam. Bizim belə aralıqlarımız varsa, o zaman bizim saat bu aralıqdadır da, yəni 6-dan böyük olmalıdır. 12-dən kiçik olmalı, eyni anda. Tamam? Əgər eyni anda bizə 2-dən şərt lazımdırsa, biz bu şərtləri bir şəkildə birləşdirməliyik ki, yəni ki, ümumi bir şey ortaya çıxsın. Tamam? Bunları birləşdirməkdən ötürü bizim 2 dənə bağlacımız var əslində. 2 dənə bağlacımız var. Ən çox istifadə edildiyimiz. Biri və bağlacıdır, and. Biri də or bağlacıdır. Bəli. Əvvəlcə oru yazaq, ondan sonra and-i yazaq və bunları böyüdək ki, görəsiniz. Şimdi tutalım ki, baxın, bizim 2 dənə ifadəmiz var. X ifadəsi və Y ifadəsi. Okay mi? Nə deməkdir ifadə? Yəni ki, true və ya false verən 2 dənə ifadədir də. İndi X və ya Y dediyimiz vaxtı, yəni bizim JavaScript-də belə bir işarəmiz var. Bu və ya deməkdir. Və and üçün isə bizim belə bir işarəmiz var. Bu da and deməkdir. Tamam? Gəlin bunları biraz belə. Yox, burayı bacar görsənir. Okey mi? Tak, yaxşı. İndi X və Y true və false verə bilir. True false biraz uzundur. Yəni qısa yazım mən onu. Məsəl üçün 0 və 1 formasında yazım. Tamam? Əgər 2 dənə bizim dəyişənimiz varsa, hansı ki true və false verə bilər, deməli bizim 4 dənə ehtimalımız var. Ya ikisi də false'dur, ya biri false, biri true'dur, ya bu true, bu false'dur və ya nəhayət ikisi də true ola bilər. 4 dənə ehtimalımız var. Başqa ehtimal yoxdur. Düzdürmü? Nədir? Tamam. İndi bu true, ya bu false, bu false'dursa bizim orumuz nə olacaq? İndi baxın. Or üçün mən sizə normal bir cümlə deyirəm və o cümlənin üstündə biz öz qərarımızı verəcəyik. Məsəl üçün. Bu da qarşılıqdır, sağ olun ki. Və əgər ki dostum məndən borc götürmüşdü vaxtıyla. Borcumu qaytarsa, Əmrət. Dostum borcumu qaytarsa və ya maaşımı versələr, o zaman axşamüstü gedirik kebab yemeye. Okey? İbo gülür. Hə. Deməli, indi baxırıq. Dostum qaytardı borcumu. Yox. Maaş veriblər? Yox. Kebab yeyirik? Yox. Təbii ki. Net. Все. Tak. Dostum qaytardı pulu? No, qaytarmadı. Maaş veriblər? Hə. O zaman kebab var. Tamam. Ondan sonra dost pul qaytardı, sağ olsun. Maaş verməsələr də nə var axşamüstü? Yemək içmək və bu yəni double hadisə. Yəni həm dost borc qaytarır, həm də ki maaş veriblər. O zaman yiyəcəyik, o zaman 100% kebabımızı yiyəcəyik. Tamam mı? Bu və yanın durumudur. Ehtimallardan heç olmasa birinin true olması lazımdır ki biz nəticədə true'nu əldə edirik. Tamam? İndi gəldik və ya məsələsinə. Və məsələsində vəziyyət necədir? Baxın, sabah yox. Əgər, məsəl üçün, günlərdən bazardırsa və hava bombadırsa, hava bombadır nə deməkdir?
Külək əsmir, yağış yağmır, bulut yoxdur və s. O zaman ne edirik? Denize gedirik. Tamam mı? Yani eğer günlerden bazardır ve deməli hava bombadır. Bura baxırıq. Baxırıq ki bazar değil. Hava da zaydır. Yani niye? Çünkü ben bugün axımasını yummuşam. Yani 100% yağış yağacaq. Bax, yağış yoxdur ama külək var sabahları. Bu saat neçədən başlayır? Başlayır option. Başlayan kimi başlayır külək. Külək. Bak bu. Gördün mü? Ha. Onun için yok. Gitmirik içeri. Sabah pazar değil. Burada değil. Yani ama hava bombadır. Ama yani iş günüdürsə gelebilmirik böyle. Yaxşı, sabah pazardır böyle. Ama hava ilk günündedir. Yine hüsran. Nəhayət, əgər hər ikisi də eyni anda bomba olsa, o zaman dənizə gedirik. Qarpız, pendir, bir dənə ləməngi toyuq, ondan sonra nə bilim, pomidor, qəşəng. Nə oldu? Hə, soğan, sumaq, zat necə lazımdır hamısı. Bir dənə də təndir çörək alırıq. Adam başı. Sən olmaz. Hə, tamam. Все, beğençinə. Okey, beləliklə biz iki dənə məntiqi ifadəni necə birləşmək mümkün olduğunu burada bir balaca təhlil etdik. Tamam. Bu indi bilmirəm. Bilmirdiniz, amma hər halda məndən də bu qədər olsun. Bunu qeyd edirik. Bura tak, и все. Bununla bizim başka işimiz yani bizde şart olduğu zaman ki bundan büyüktür veya bundan küçüktür. O zaman burada hansını nasıl edilecek? Vədən istifade edilecek. Çünkü aynı anda hem o hem bu şey olmalıdır, babat olmalıdır ki necə deyərlər, qarpızımızı yiyə bilək. Tamam. Tak, o qışqırır. Avala, niye qışqırdın da? Bak, ne istiyorsan sen benden. No da no. Ha, şu. Okey. Deməli. Biz burada deyə bilərik ki, əgər bizim saatimiz 6'dan böyükdür və eyni zamanda saatimiz 12'den küçükdürsə 12 daxildir, daxil deyil. 6 daxildir, daxil deyil. 6 daxildir, tamam. 12 gelir. 12 tamam, daxil olmasın. O zaman bizim salamımız olacaq nə? Sabahınız xeyir. Tamam. Əks halda əgər növbət aralığı götürürük. Saatimiz deməli 12'den böyükdür və 18'den kiçikdirsə, o zaman olsun hər vaxtınız xeyir. Əks halda əgər saatimiz 18'den böyük veya bərabərdirsə və 24'den kiçikdirsə, o zaman deyirik axşamınız xeyir. Yerdə qalan bütün hallarda nə deyəcəyik? Nə olur? Hə? Gecəniz xeyrə qalsın. Dedik. Şimdi bu yazdığımız şərtə görə bu bizə nə deməlidir? Akşamınız xeyir olacaq. Tak, buraya yazırıq adımızı. Kimin adını yazaq?
Şamaxının adını yazırıq. Şamaxıdan səs çıxmadı. M Şamaxı. Set problemine göre biraz geç, ne bileyim ne. Ya ne kadar geç? 2 saat geçti. Tak. Buraya yazırıq. Şamaxı. Okey basırıq. Bu bize der ki akşamın xeyir Şamaxı. Tamam? Bəli. Tamam. Ne istiyorsan. Hocam. Buyur. Bak. Dönünce bak. İbo berbere gelip İbo saçın kestirip Nay 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 Danay 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 day Gelen defe mesut apar Danadam danadam. Essas todas. Não? Ha. Ben düştüm. Sen de işlemler. Ay Allah. Gerek harıyla yazaydım. Tamam mı? Tak. Şimdi ben size bir tane şey söyleyeyim. O şeyi tamam. Yadınızda saklamaya çalışın. Eğer ki bizde rakamlar aynı xəttin üstünde yer alırsa ve bize aralıklar lazımdırsa aralıklar 6'dan 12'ye mesela 12'den 18'e 18'den 24'e falan. Aha. O zaman onları bu şekilde yazma ihtiyaç olur. Bu halda biz iki tane usuldan istifadə edə bilərik. Ki, ya en küçük rəqəmdən başlayaraq aşağı doğru gedə bilərik. Ancak kiçikdir işarəsindən istifadə eləməklə. Tamam mı? Ya en büyük rəqəmdən başlayarak biz ancak büyüktür işarəsindən istifadə eləyərək aralıqlarımızı yaza bilərik. Təbii ki, heç başa düşmədiniz. Değil mi? Ha. Onun için gösteririm ne demek istediğimi. Baxırıq. Der ki,
Eğer saatimiz en küçük rakamımız hansıdır? 6. Doğru. Devam olsun 6. 6'dan büyüktürse o zaman olur sabahınız xeyir. Yok, səhv yazmışım. Küçük rakamdan başlayırıqsa o zaman küçüktir işarəsindən başlamalıyıq. Tamam. Bayaq nə demiş? 10 demiş. Eğer saatimiz 6'dan küçüktirse o zaman bizim salamımız nedir? Geceniz xeyir qalsın. Elədir ki var. Okey. Tamam. Növbəti rəqəm 12'dir. Eğer saatimiz 12'den küçüktirse 12'den küçüktirse tamam. O zaman bəli, o zaman ne olacak? Sabahınız xeyir, elədir ki var. Yaxşı. Sonraki rəqəm eğer saatimiz 18'den küçüktirse onda olacak. Her vaxtınız xeyir. Ve nihayet en son yazacağıq akşamınız xeyir. Necə oldu yani? Biz qabaqlar o boyda əziyyət çəkib aralıqlarla bunu yazmışıq. İndi də aralığa marağa ehtiyac qalmadı. Əslində bunu mən keçən dəfə söyləmişdim. Sadəcə diqqətlə qulaq asmaq lazım idi. Aydın məsələdir ki, diqqətlə heç kim qulaq asmır. Onun üçün təkrar edirəm. Əgər bizim bir dənə belə ümumi if, else strukturumuz varsa, o zaman qollardan ancaq və ancaq biri true ola bilər. Əgər hər hansı bir qol true'dursa, ondan sonraki şeylərə bu baxmır. Tamam mı? Onun üçün, məsəl üçün tutalım ki, bizim saatimiz gecə saat 3'dür. Tamam mı? Əslində 3 6'dan da kiçikdir, 12'den de kiçikdir, 18'den kiçikdir. Nuşdu. Birincisine bakanda eğer bizim 3'ümüz 6'dan kiçikdirsə ve bu true çıxıbsa o birilərə yerdə qalanlara ümumiyyətlə baxmayacaq. Aydındır mı? Eğer baksaydı o zaman her zaman bizde akşamınız xeyir çıxacaqdı. Çünkü else bütün diğer hallar deməkdir. Okey mi? Onun üçün eğer küçük rəqəmlə başlayırıqsa o zaman bütün işarələrimiz burada da hamısı küçük olmalıdır. Veya eyni şeyi böyük rəqəmdən başlaya bilərdik. Deyə bilərdik 18'den böyükdür sağ olsun akşamınız xeyir, əks halda 12'den böyükdürsə hər vaxtınız xeyir, əks halda 6'dan böyükdürsə sabahınız xeyir, yerdə qalan hamısında akşamınız xeyir, gecən xeyir qalsa olacaq. Tamam? Okey, gəlin yoxlayaq. Yani bizim saat 19'da bize ne demelidir? Akşamınız xeyir demelidir. Gəlin baxırıq. Deyir, demiş. Bura hani Chrome. Burada yazırıq məsəl üçün kim var bizdə? Bir də belə super Natik var. Buraya yazırıq. Natik. Ağa Natik. Okey. Akşamınız xeyir Natik dedi. Ya JavaScript belə deyə bilir akşamınız xeyir. Bunlar deyə bilmir. Bunların ses problemi var. Bilmirəm nə problemi var. Bu nə danışırsan? Şurada ya bu boyun danışmaq əvəzinə diqqətli yazsaydın, qız proqramçıları, oğlan proqramçılardan bir dənə müsbət fərqi var. O bizə nədir? Qızların daha diqqətli olmasıdır. Bu arada başında şey yazır. Ya görək də, xəşini çıxartdın. Ne yazmışsın bu? İngilizce yazmamışsın. Так, deməli, такие же уже sürdüm şu saçma. Buraya ne yazmışsın? Buraya ne yazmışsın? Ayokжы. Gözünden kaçırdı. Gözünü bir açkinen gözü böyle şık şık. Bir bak.
Benim için array marray demektense. Ay Allah. Ha. Başa düşdünüz bunu. Okey, bunu yadda saxlayırıq. İndi gəlirik saat məsələsinə. Saat məsələsi bizdə belədir ki, biz sadə əllə yazmayacağıq ki, həmişə. Düzdürmü? Hə. Onun üçün təbii ki, hər bir proqramlaşdırma dilində bizə sadə verəcək bir dənə alət var mütləq şəkildə. JavaScript-də bu date klasıdır. Tamam mı? Bunun özünü yani ki beləsinə biz baxası olsaq gör ki bu bizə yani tarixlə, saatlə əlaqədar bütün hər şey verir. Bəli. Həftənin gününü, ayını, nə bilim, ayın gününü, nə bilim, ilini, saatını, dəqiqəsini, saniyəsini, hətta və hətta saat qurşağını, yəni ki, və deyir ki, bu Azərbaycan standart time'dir. Tamam? Bu, hamısını verir. Vaxt nədir millət? Olduğumuz an. Harda olduğundan? Hı? Vaxt nədir? Vaxt. Biraz satın. Oğlum, burada müddət deyil yani ki, bunun harası müddət? Güneşin yani Güneş olmasa da, xoruz banlamasa vaxt keçməyəcək. O zaman vaxt nədir? vaktine göre koydular da yani 24 saat. Niyə? Aslında güzel ama. Səndən soruşmuram, saat neçədir? Sən soruşuram ki, vaxt nədir? Olduğunuz nöqtə. Olduğun nöqtə andır. Ha, altın Bir gün arasında Aslında bir zamanı sol məsafə. Nə o müddətdir? Bəs vaxt nədir? Hı? Nədirsə? O nədir də, o nədir? Yəni mən də onu soruşuram da. Ben bildiği çalışıyor. Hə, bəli, fəlsəfi sualdır. Təbii ki, elədir ki, var. Yəni bir çox fəlsəfi filosoflar, bir çox nə bilim şairlər zətlər vaxtı bir çaya bənzədirdilər. Yəni axıb gedən bir çaydır. Sən yəni ki, onun qırağına getsən də, getməsən də o axıb gedəcək. Və orada bir dənə xüsusiyyət var ki, yəni ki, bir çaya deyirlər ki, 2 dəfə girmək mümkün deyil. Yəni ki, hər anını bircə dəfə yaşayırsan. Yəni ki, bu dəqiqə götürdün belə stəkanı, çaydan bir fincan su götürdün, belə içdin, dedin ki, belə ohay dedin. Okey mi? Hə. Ondan sonra ikinci dəfə bir stəkanı götürdün, yenə su götürdün, içdin, bu nədir? Hiçbir şey orada bir daha kuş oturmuştu ağaçta, bir de pık elədi, все. Sen de onu вот. Ona göre de yani ki farklıdır. O farklıdır. Tak, Mr. Bakışov. Elindekinin zahmet olmasa bilsin neyine. Koy stolun üstüne. Ha. Вот. Onun üçün vaxtdan biz nə bilim maraqlansaq da, maraqlanmasaq da o axıb gedir. O bizdən asılı deyil. Yəni burada deyilənçinədir. Deyil. Bizdən asılı deyil. Yəni biz ondan bilavasitə biz heç bir şey, yəni öz stəkanımıza axıda bilmərik, nə bilim, niyə bilə. Biz sadəcə hər hansı bir anda nə vaxt ki bizim ehtiyacımız var, kimin qolunda saat var? Oley! Sadəcə hə, işləmir səndə də. Hə, yəni ki bir çox adam bu indikilərdən qol saatını taxır sadəcə bir aksesuar olaraq.
Yani hələ araşdırmalara görə gənclərin bir minimum yarısı qol saatından saatı baxa bilmir. Hə. Yerdə qalan yarısında isə saat işləmir ümumiyyətlə. Hə. Nə? Ya niye olsun ki yani burada saat var, burada saat var. Yani come on da yani saati neyirsən? Deyərlər adama. Hə, neçəydi saat? Ha? 8'e qalıb, bəli. Neçə qalıb? 13 qalıb. 13 qalmışdı biz söhbətə başladığımız vaxtda. Baxın. İndi desəm indi yani 9 qalıb. 9 qalıb. Saniyəsinə kimi göstərir? 57 saniyə idi. 9 qalmışdı. Yəni indi bir də baxsaq gözlük ki 8 qalıb və 9 saniyə. Yəni hər an burası değişir. Değişir. Tuta bilmirik. Onun üçün biz bununla heç vaxt işləmirik. Biz nə deyirik? Biz deyirik ki bundan bizə təzə bir dənə momentini ver. Biz onun ancaq və ancaq anından istifadə edə bilərik. Yəni ki bütün vaxt bizim əlimizdə deyil. Tamam? Bu bizim anımızdır. Hər hansı bir an. Məsəl üçün an. Yəni ki date deyirlər ona. Okay mi? Date budur. Date budur. Amma məsələ ondadır ki date'də baxın əgər bizə hamısı lazım deyil də date'in. Bizə lazımdır sadəcə saat lazımdır. Baxın onun üçün var bizdə get day, get full year, get hours. Yəni millisaniyəsinə qədər var. Tamam? Millisaniye bize lazım değil, bize hours lazımdır. Deyir ki bu funksiyadır. Funksiyanı icra etmək lazımdır. Onun üçün deyir ki bəli bizim saatımız 19. Hələlik 19'dur. Birazdan ucu 20 olacak. Ondan sonra 21, sonra 24, sonra çönecek olacak 1 veya 0. Olduğu zaman ucu gecən xeyir qalsın deməli olacak. Tamam mı? Вот. Onun üçün əgər bizə saat lazımdırsa, biz deyə bilərik ki new date'in get hours'u bizim üçün lazımdır. Amma burada bir dənə balaca bir məqam var. Bu saatı götürəcək bizim belə deyək də səhifəmiz açılan kimi. Tamam mı? Amma ola bilsin ki biz həmən bundan istifadə eləmədik. Biz getdik, yatdıq, yuxumuz gəldi, sonra qalxdıq gecənin yarısında və ya səhər oldu, nə bilim, zavtraq elədik. Ondan sonra gəldik, burada adımızı yazdıq və okey'e bastıq. Tamam mı? Amma o saatı ucu axşamüstü götürmüşdük. Onun üçün o bizə səhv şey verəcək. Buna görə bundan biz ən aktual şeyini görmək istəyiriksə, o zaman biz bu hissəni funksiyanın içərisinə salsaq pis olmaz. Həqiqətən. Bu dəqiqə yoxlasaq ki bizim başqa kim online'ımız var tembellərdən. Tak, Şamaxını bildik. Akşin var. Akşin düzdür. Salam vermişdik yanında ama yanında da indi. Çattıramayayım. Akşin. Çattıranmadı. Tak, Akoş. Akşamın xeyir. Yetersen. Akoş. Yattı orada o da. Akoş. Bəli. Ay can. Sesin gelsin hemşe. Tak, deməli, вот, все. Bəs bizdir bu kadar. Bunu da bağlayırıq, keçirik. Sizin konsultans get hours. Ha, Biz onu dəyişmişik, əlbəttə ki. Bu elə onun üçün lazımdır ki, o onu avtomatik götürsün. Tak. Sen neçədir? 5 dəqiqə çatdıramayacaq. JavaScript 05 tamam. Yok. Ne yazın?
Biz sizin kalkulator yazmamıştık. Yanlış. Evet. Tutar yok. Kalkülüyor yapmışlar. Hesabıma Ne tabii? Hesabıma Yaxşı da. Tamam. Bir de təcili. Onun ben object. Təcili. Bir de kalkulator yaradırıq. Bizi sansından. Beləncə. iPhone-un kalkulatorundan. iPhone 2 pis gündədir düzdür. Yəni belə fərrisindən, bundan. Böyle bir şey değil. Dua istəyirsən lap çəhrayı ilə, mənim üçün fərqi yoxdur. Yəni onun üçün style var. Bax style'ı yazdığın zaman istədiyin rəngdə eləyə bilərsən. Mənim üçün heç fərqi yoxdur, heç. Mənim üçün önemli olan strukturdur. Yəni ki, bir de yukarısında o rəqəmləri göstərəcək. Onun üçün burada yazıram ki, mənim neçə də sətrim olacaq? 1, 2, 3, 4, 5, 6 sətr olmalı. 6 dənə bunun içərisində divim olacaq. Style. Olsun da. Hı -hı. 6 dənə. Bunun içərisində olacaq bir dənə input. Bunların içərisində isə olacaq hər bir sətirdə 1, 2, 3, 4 dənə button. Bu belə işlər. Axırıncısında olacaq 3 dənə button. Yaxşı. Niye 3 dənə olsun? Öyle. Bir də bərabərdir işarəsi bizdə uzun olsun. Bunun içərisində nöqtə olacaq veya burada nöqtə olacaq. Burada 0 olacaq. Burada olacaq 1, 2, 3. Burada olacaq 4, 5, 6. Burada da olacaq 7, 8, 9. Çox. Bütün rəqəmlərimizi yazdıq. Burasında yazacağıq plus. Burasında yazacağıq minus. Burasında yazacağıq vur. Burasında yazacağıq qaç. Tık. Burada olacaq C. Burada olacaq ne bileyim faiz. Yok faiz olmasın şey olsun. Kuvve olsun. Burada olsun şey. Geri silmek. Ha, böyle iştir. Şimdi baksaq ki bizden alındı, görəcəyik ki böyle bir eybəcər bir şey alınır. Bu. Şimdi bu eybəcər şeyi biz geçen güzel yaraşıklı bir kalkulator halına getirmeliyiz. Bunun için style yazmak lazımdır. Style. Style'da ne yazacak? Style'da yazacak ki bizim inputlarda, bizim buttonlarda ne olsun? 1. Border radius yok. Border olsun
Ne? Bir piksel solid ne bileyim boz. Ondan sonra border radius olsun mesela için ne? 5 piksel. Başka ne olsun? Padding olsun. Mesela yukarıdan 5 piksel, sağdan soldan 10 piksel olsun. Beləsinə. Ha, son. Gördünüz? O. Sonra buttonlar üçün əlavə olaraq yazıram ki, bunların məsəl üçün də widthi olsun məsələn 50 piksel. Tak, başqa nə yazaq? Hündürlüyünü də 50 piksel yaza bilərik. Aralarında məsafə istəyirlər. Tamam, yazırıq ki, bunların margini olsun 5 piksel. Tamam. Уже nəyəsə oxşadı, değil mi? Evet. O zaman bir dənə də input'a da yazaq. Nəsə? Yazaq. Bu widthi nə qədər olacaq? Bunlar 50'dirsə bu olmalıdır 50, 50, 50, 50. Bir də aralarında 5 piksellik şeyler var. Yani hardasa ölüsü bir 220 piksel, hətta 230 piksel olmalıdır. Ha. Вот. И buna da margin vermek lazımdır. Bu margini buna da verək. Yani общий bir de margin olsun. Tak, okey. Tam böyle oturdu, değil mi? Hündürlüğünü de 40 pikseliydi burada. Hündürlüğünü de eyni verək hamısına. Tak. Oley! Ya, süper. Bu çok enli oldu. Olmadı bu. Olmadı. Bunların olsun 40. Bununki 40 olmasın. Bununki olsun mesela 30. Okey. Yaxşı. Sonra istəyirəm biraz maraqlı olsun. Onun üçün buttonlara mən bir dənə box shadow verirəm. Deməli 2 piksel, 3 piksel sağa getsin. 2 piksel aşağı olsun kölgə. Yumuşatmaq istəmirəm. Belə bir kölgə istəyirəm. Bəli. Buttonlarımız sразу elə bir 3D effekt gəldi bunlara. Aha. Buna da vereceğim ha. Ama buna başkasını vereceğim. Buraya yazacağım inset. Inset olduğu zaman o kölgəni baxın içeriden vermiş olur. Tamam mı? Ve olabilirsin ki bununkini biraz yumuşaldım. Mesela 3 piksel olsun. Aha. Böylesine bir geçenk buna efekt verdim. Tak. Buttonlara ise bir daha da efekt vereceğim. Basılma zamanı neydi bizde? No. Active. Pseudo class. Bundan. Pseudo class aktif olduğu zaman diyelim ki bunun zadı olsun 0,0 mesela için 5 piksel bundan. Tak bakırıq necə görsənir. Üstüne bastığım zaman aha böyle içine olur. Tamam. Geçin. Hiç olunur ki düğmeye basır. Değil mi? Yes. Ne güzel. Ranga 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 ranga. Ranga 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 ranga. Bir de beraber büyütecek. Beraber büyütmek için yani bütün şeylerden arasında bunlara bir ID vermek lazımdı. Mesela equal olsun. Equal. Onu tekçe büyütmekle kalmayacağım. Buna hatta ve hatta diyeceğim ki bunun background'u olsun mesela için orange. Ondan sonra diyelim ki bunun width'i olsun
50 50 birdeki 10 110 piksel. Hatta 115. Beləsinə bu da sizin böyüdülmüş bərabər. Nə tərdir? Burada. Kola keçirik. Yəni, oldu mu? Lap istəyirsiniz ki, bütün kalkulatorumuz hardasa bizdə ortada olsun. O zaman buna veririk. Məsəl üçün margin auto. Evet. Margin auto olmadı. Niye olmadı? Çünkü 100%'di zaten. Bunun 100% olmasını istəmiriksə o zaman veririk display table ki məzmun qədər olsun. O zaman düzəlir falan filan. Buna da biz verə bilərik məsəl üçün bir border radius verə bilərik. İstəyirsinizsə, istəmirsinizsə verməyin. Məcburi deyil. Вот. И box shadow verə bilərik. Oy da nə gündədir bu? Fu. Tak. O zaman bunun fərqi görsənməsi üçün bura padding də verilməlidir. Ondan sonra bu başqa məsələ. Və dediyim kimi istədiyiniz rəngdə bunu boyaya bilərsiniz. O sizdən asılıdır. Neyse. Okey mi? Tak, getdik Ninime. Getdik işimizi görmeye. Bu CSS idi. Bizim indiki mövzumuz JavaScript. Ona göre de əsas JavaScript'ti. Özdəki cəmi cümlədən 20 dəqiqə vaxtımız qalıb. Biz isə o boyda kalkulator yazmalıyıq. Hazırsınız? Getdik. Buraya yazırıq script. Tak. Bizim ən əsas, ən çox istifadə edəcəyimiz hissə budur. Input. Hansının ki ID'si display'dir. Onun üçün deyir ki dokumentin içərisində bizə tapmaq lazımdır elementi hansının ki adı display'dir və eyni adlı dəyişənin içərisində bunu yazdırmaq lazım. Bu bir. İki. Prinsipçə bir şey. Ondan sonra oturup fikirləşirik ki, ay Allah, bunu necə edəcəm? Millət, böyük probleminin həll eləmə üsulu bilsiz nədir? Həmin problemi balaca problemçiklərə bölməkdir. Algoritmlərin əsas 5 hissələrindən biri determinantlıqdır. Determinantlıq da o deməkdir ki, problemi hər zaman bir neçə dənə daha balaca problemə bölmək mümkündür. Hamısını birdən belə
həlləmək məcburiyyətində deyil. Problem bölürük və bir-bir öldürürük onları. Tamam? Məsəl üçün. Həmişə deyirəm ki, məsələn də tutalım ki, özümüzə məqsəd qoymalıyıq ki, biz nə etmək istəyirik? Yəni bir cümlə ilə. Yəni balaca bir problem. Yəni burada misal üçün də 85 dənə düymə ola bilər. 85-ni birdən yazmaq məcburiyyətində deyilik. Bir dənə hər hansı bir düyməni götürək və ondan başlayaq. Məsəl üçün mən istəyirəm ki, bu üstündə 5 yazılan düymənin üstünə basıldığımız vaxtı nə baş versin? Inputun içərisində 5 yazsın. Şu. Özdə ki, burasına yazsın. Əgər burasına yazmasını istəyirəmsə, o zaman inputda bir dənə də əlavə eləməliyəm ki, bunun text align olsun right. Bəli. Okey. Yəni. Tamam. O zaman 5'e good. Yazıram bir də 10 klik. Tamam mı? Bir mənə lazımdır ki, orada göstərsin 5 rəqəmi. Onun üçün deyirəm ki, mən tutalım ki, show funksiyam olsun. Okey mi? Və burada da yazıram ki, show funksiyası show deyəcək display'in hardasında. Input'un inner HTML'i mi var? Hayır. Evet yoktur. Çünkü tek yazdı. Onun inner HTML'i olmur. Inputların olur values. Biz həmişə value'dan götürürdük. İndi ise bu sefer value'ya yazırıq. Display'in value'suna istəyirik ki, yazılsın 5 rəqəm. Düzdür mü? İşləmir. Niyə işləmir? İşləyir. Gül kimi də işləyir. Balaca problemi həlləmiş olduk. Değil mi? Yes? Tak, indi sual olunur yalnız. Yani 4'e basanda da biz istəyirik ki 4 yazılsın. 6'ya basırıq istəyirik ki 6 yazılsın. 2'ye basanda da istəyirik 2 yazılsın. 1'e basanda da istəyirik 1 yazılsın. Hətta plusa basanda belə istəyirik ki plus yazılsın. Bəli, yəni burada milyon dənə funksiya yazaq belə. Birə yazaq show 1, show 2, show 3, show 4 filan feçməkən. Təbii ki. Yox, əlbəttə ki. Millət, əgər siz alma soku çəkmək istəyirsinizsə, bir dənə şirə çəkən alırsınız. Atırsınız alma, nə olur alma soku. Əgər kök sokunu çəkmək istəyirsinizsə, təzə bir qurğu alırsınız mı? Ki, onun içinə kök atar. O birində də çuğundur çəkmək istəyirsinizsə, üçüncüsünü alırsınız mı? Yox. Hamısı eyni şirə çəkəndir. Sadəcə bu almanı atanda alma soku olur, kökü atanda kök soku olur, nə bilim, xiyar atanda xiyar soku olur. Ona görə də bizə milyon dənə funksiya lazım deyil. Bir dənə funksiya idarə edər. Biz hər dəfə nə edəcəyik? Biz sadəcə burasına fərqli rəqəmlər yazacaq. Ya 5, ya 3, ya 6, ya burası dəyişəcək. Burası dəyişəcək. Dəyişəcəksə, deməli biz burada dəyişən istifadə eləməliyik. Hər hansı bir dəyişən. Tamam? Bu dəyişən də funksiyada necə olur? Yəni əgər kök alma Cavanşir neydi? Çoğundur vesaire ona verdiğimiz şeylerdirse funksiyanın neyi olur? Funksiya neyi kabul ediyor? Argument kabul ediyor. Argument da bir de burasına yazılır. Tamam mı? Yani ki biz funksiyaya argument vermek mecburiyetindeyik. Yani ki biz burada 5'e basanda biz bu 5'i burada vermek mecburiyetindeyik. Bu show funksiyanı çağırsın, çağırma ona. Ama ki bunu 5'i argument kimi kabul etsin. Yani ki ben burada 5'e basanda bu mənim üçün 5'i yazsın. O zaman bu bize ne imkan verecek? Bu bize imkan verecek ki biz buna da yazsak, buna da yazsak, sadece burada yazsak ki sen 4'ü yaz, sen 6'ını yaz. Tamam? 5'e basanda 5 verecek, 6'ya basanda 6 verecek, 4'e basanda 4 verecek. Değil mi? Buna göre
mən bütün müvafiq butonlara, müvafiq dediğim mesela hamısını yazmayacağım. Mesela için equal'a bunu yazmayacağım. Niye? Çünkü equal yani ne yazacak orada? İlk yazacak. Yok tabii ki. O hesaplamalıdır ne bileyim neyi. Necəsə hesaplayacak o başka mesele. Ama diğerler mesela nöqtədir veya misal için sıfırdır veya misal için bütün rəqəmlərdir. Onlara bəli eyni funksiyanı verirəm sadece ve sadece farklı arqumentlərlə. Burada da bunlar da vermeyeceğim. Bunlar silendi. Bunlar yazan değil. Ama bunlar böyle. Bot. Böyle işler. Hansı düğmeye basırıq o rəqəmi da görürük. Çok muhteşem. Değil mi? Ayhan. Sual gözlüyorum senden. Ne? Ben şimdi Ne şöyle? telefon yazınca mesela şey. Göz kutu. Ama C'ye basadan tersi silver şeyi. Sen yazdıklarını hiç olmasa yazdıklarından sual ver. Yazmadıklarından ne sual verirsen? Yazdıklarımızla alakadar hiçbir sualın yoktu. Doğrudan. Onda ben sual veririm. Ne iki defa basın? Ha 55. Yani bir 85 yazmaya çalış. Yazabileceksin onu. Niye? Çünkü Bir tane sağlıklı. yok, bir deneyle alakası yoktu. Çünkü biz buna bir kıymet yazdığımız vakti bir evvelki silinir. Ama biz ne isteyirik? Qalsın yok. Biz isteyirik ki mövcud olanına təzə biri əlavə olunsun. Yani ki display value'sunda ne varsa onun üzerine bir tane de x'ten əlavə olsun. Bakırıq. 85. Ne terdisin? Üste gel 32. Ne dersin? Bomba, değil mi? Yes. Okay. Bu arada bunun daha kısa yazılışı var. Bəli, bunun daha kısa yazılışı millət budur. Plus beraber x. Yani ki bu display'in value'suna x yaz, bu display'in value'suna x'i əlavə et. Number'dırsa bunu toplayacak, eğer string'tirse bunu calayacak. Tamam, bize calaması artıqlamasıyla kifayət. İndi növbəti addım ne isteyirik biz? Beraberdir'e bastığımız vakti ne olsun? Kimi? Eğer bu sırada basmış sonra. Display, aynen. Yani Display value'ni hesaplasın. Display value'nu hesaplama. Bunun içerisinde yazılmış ifadenin hesaplasın ve display'in value'suna yazsın. Bu arada bir tane de şey size söyleyeyim. Bilmiyorum, CSS'de belki söylememiştik. Bakın, bunun üstüne biz bastığımız zaman bakın bunun etrafında böyle bir çerçeve əmələ gelir.
Lazımdır bize bu çerçeve. O bilsiz nedir? O outline'dır. Bilirdi sonu. Doğru. Yok şu. Tamam. O zaman bura outline none yazırım. Ki olmasın öyle bir şey. Ben lazım değil. Okey. Sonra bunun on click'ini yazırım. On click. Mesela için bunun da fonksiyası olsun calculate. Deməli, bayaq ne demiştik? Calculate düğmesine bastığımız vaxtı bize lazımdır ki display'in value'sunda yazılmış riyazi ifadeni nasıl? Hesaplasın. Nice biz ifadeni hesaplayabilirdik? Hı? İva alınan hesaplayırdık. Elədir ki var. Bunu hesaplayıp sonra ne demeliyik onu? Yazmalıyıq. Display'in value'sunun içerisine böyle. Ya buradan onu hem götürürük, hesaplayıp tezden onun en iş yere yazırıq. Baxırıq. 85 üste gel 32 beraberdir neçə? Şu. Bez salam şu tamam. İndi əgər biz bunu silmək istəyiriksə o 17'ni, onda nə etməliyik? O C bəli. C'ye ne yazırıq? On click yazırıq. Silmək. Delete ola bilər və clean ola bilər. Okay? Tamam. Yazırıq clean fonksiyasını. Function clean. Özünüz yazabilirsiniz. Bence yazabilirsiniz. Çok basittir çünkü. Evet.